Salam dostlar, hər vaxtınız xeyir olsun. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsəri ilə bağlı bir sual hazırlamışıq. Demək, sual belədir. Qurbanəli bəy əsəri ilə bağlı səhv fikir hansıdır? A variantında Qurbanəli bəy Kəvlə Qasımla danışanda həm vulqarizmlərdən, həm də barbarizmlərdən istifadə edir. Testimizin cavabı elə bu A variantıdır. A variantıdır. Çünki Qurbanəli bəy Kəvlə Qasımla danışanda vulqarizmlərdən istifadə edir, amma barbarizmlərdən istifadə etmir. Vulqarizmlər kobud ifadələrdir, barbarizmlər isə başqa dildən alınmış sözlərdir, başqa dildə hal-hazırda işlək olan sözlərdir. Digər variantların doğru olduğuna baxaq. B variantında əsərdə milli rəqslərin adı çəkilir. Bəli, əsərdə yallı və uzundərə rəqslərinin adı çəkilir. Demək, testimizin cavabı B ola bilməz. C variantında Qurbanəli bəy qonaqların diqqətini özünə cəlb edə bilir. Bəli, Qurbanəli bəy bir neçə dəfə qonaqların diqqətini özünə cəlb edə bilir. Birinci növbədə içki içiləndə, demək, balaca stəkanda, rumkada içmir, yerinə onu üsküy adlandırıb yerinə böyük stəkan tələb eləyir, böyük stəkan gətirirlər, onda qonaqların diqqətini cəlb edir. Bir də sonda məclisin ortasında qonaqları evinə qonaq çağırır. Ondan sonra oradakilərin sağlığına içir və s. bir çox hallarda özünə cəlb edə bilir. C variantı da doğru fikirdir. D variantında Kəvlə Qasım ağasının təkidi ilə digər kəndlilər kimi məcburən yallı oynayır. Bəli, burada məclis günorta qurtarır, birinci mərhələsi qurtarır məclisin. Çıxırlar həyətə. Həyətə çıxanda orada deyir ki, qlavalar əllərində, demək, qırmazla, tatarı ilə kəndliləri döyə-döyə bir yerə yığırlar ki, onlar yallı getsinlər. Kəvlə Qasımı da demək, Qurbanəli bəy məcbur eləyir. Ona deyir ki, bəs axmaq oğlu axmaq, bəs sən niyə yallı getmirsən? Deyir, Kəvlə Qasım da deyir ki, ağa, mən qocalmışam, mən yallı gedə bilmərəm. Amma məcbur eləyib onu qoşur digər kəndlilərə, məcburən ona yallı oynadır. Demək, D də testimizin cavabı ola bilməz. Doğru fikirdir, çünki biz səhv axtarmışıq. E variantında hadisələr baharın ikinci ayında baş verir. Bəli, bir yerdə belə keçir.